B4 stansiyası paytaxtın mərkəzi hissəsində Heydər Əliyev adına İdman konser kompleksinin arxasında inşa olunur. 4 səviyyədən ibarət olacaq stansiyada sərnişin platforması ən aşağı mərtəbədə yerləşəcək. Bura B4 stansiyasının tikinti meydançasıdır. Burada məqsəd Bənövşəyi xəttinin yeni dayanacağı ilə şəhər nəqliyyatının rahatlığını artırmaqdır. Stansiya 4 səviyyəli olacaq və platforma ən aşağı səviyyədədir və birinci mərtəbədəki vestibulla birləşdirəcəklər. Bu, əl çatanlığı və sərnişin axınını asanlaşdıracaq. Burada əsas işlər 4 səviyyəli stansiya kompleksinin inşası üzərində cəmlənib. Tunellər hazırdır, platforma səviyyəsində isə quraşdırma işləri aparılır. 2030-cu ilə qədər 10 stansiyanın istismara verilməsi tələbi vardır. Onlardan bir stansiya hal-hazırda olduğumuz B4 stansiyasıdır. Qeyd etdiyim kimi 2026-cı ilin sonuna qədər bu stansiyanın tikinti quraşdırma işlərinin tamamlanması və istismara verilməsi planlaşdırılır. Digər stansiyalar üzrə layihələndirmə işləri sürətlə davam etdirilir və dövlət proqramının tələbinə uyğun olaraq bütün işlər iş qrafikinə uyğun olaraq icra ediləcəkdir. Hal-hazırda olduğumuz Bənövşəyi xəttinin B4 stansiyasında müasir dövrün tələblərinə uyğun olaraq həm havalandırma, həm soyutma sistemləri tətbiq olunacaq və bu sistemlər mövcud tunel və stansiya infrastrukturunun tələblərinə və ümumi həcminə uyğunlaşdırılacaq. Eyni qayda ilə artıq bu təcrübə Bakı metropoliteninin yaşıl və qırmızı xətlərində də tətbiq olunacaq. Hal-hazırda bu istiqamətdə çox mühüm irəliləyişlər var. Onu xüsusi qeyd edim ki, Bakı metropoliteninin 3 stansiyasının infrastrukturu xüsusilə öyrənilərək həm havalandırma, həm də soyutma sistemlərinin tətbiqi istiqamətində planlı işlərə başlanılıb. B4 stansiyası hələ tikinti mərhələsində olsa da gələcəkdə minlərlə sakinin gündəlik yoluna rahatlıq qatacaq. Şəhərin dərinliklərində gedən bu işlər təkcə beton və dəmir deyil, Bakı nəqliyyatının gələcəyinə, rahatlığına qoyulan imzadır. B4 hazır olanda paytaxtın metro xəritəsi bir addım daha da böyümüş olacaq. Atabəy Səyyad, Elşad Heydarov, NTV Xəbər Bakı.